Sumqayıt şəhərində klassik aşıq poeziyasının və saz söz sənətinin unudulmaz nümayəndələrindən biri, dövrünün tanınmış söz ustası şair Nəbi Dilsuzun anadan olmasının 140 illik yubileyinə həsr edilmiş təntənəli bədii musiqili tədbir keçirilib. Sumqayıt Poeziya evində baş tutan məclis, ədəbiyyat və incəsənət xadimlərini, söz sevərləri bir araya gətirib. Sazın və sözün sönməz işığında keçirilən yubiley tədbiri Azərbaycan Aşıqlar Birliyi, Dəli Dağ Ədəbi Birliyi və Sumqayıt Poeziya evinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Tədbirin əsas məqsədi Kəlbəcər ədəbi mühitinin yetirdiyi özünə məxsus dəstxətti ilə seçilən şair Nəbi Dilsuzun zəngin yaradıcılıq irsini yenidən vərəqləmək, onun aşıq poeziyasına bəxş etdiyi töhfələri gənc nəsilə çatdırmaqdan ibarət olub. Natiqlər şairin zəngin və keşməkeşli ömür yolundan, onun yaradıcılığından, bədii xüsusiyyətlərindən bəhs ediblər. Vurğulanıb ki, xalq arasında Molla Nəbi Kəlbəcərli kimi tanınan Nəbi Dilsuz təkcə doğulu boya başa çatdığı Kəlbəcər bölgəsində deyil, bütövlükdə Azərbaycanın saz söz mühitində dərin iz qoymuş sənətkarlardandır. Onun qoşmaları, gəraylıları və təcnisləri aşıqların repertuarında bu gün də xüsusi yer tutur. Sənətkarın bədii irsi xalq dilinin saflığı, ifadələrin axıcılığı və fəlsəfi dərinliyi ilə seçilir. Çıxış edən qonaqlar, tanınmış ədəbiyyatşünaslar, şairlər və Azərbaycan Aşıqlar Birliyinin nümayəndələri Nəbi Dilsuz yaradıcılığının regional çərçivədən çıxaraq ümumilli mədəniyyətimizin mühüm tərkib hissəsinə çevrildiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu cür yubiley tədbirlərinin Sumqayıt şəhərində keçirilməsi şəhərin zəngin mədəni həyatının və klassik irsə olan yüksək ehtiramın bariz nümunəsidir. Yubiley məclisi bədii musiqili proqramla davam edib. Tədbirdə ustad aşıqların ifasında şairin sözlərinə bəstələnmiş klassik aşıq havaları səsləndirilib. Şairin ailə üzvləri və doğmaları çıxış edərək sənətkarın xatirəsinə göstərilən bu yüksək diqqət və qayğıya, eləcə də yubiley tədbirinin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.